Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin əməkdaşları Bakıda əməliyyat keçirib. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb. Əməliyyat istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyevlə qabaqcadan əlbir olub, hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədi ilə ona müraciət edən vətəndaşa hərbi bilet əvəzi arayış verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8000 manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2000 manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. İş üzrə ilkin sübutlar əsasında Ramin Şükürov və Emil Nəbiyevə Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma, Xalid Əzimova isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma maddələri ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı, Emil Nəbiyev və Xalid Əzimov barələrində isə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qəti imkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.